En bahalı üniversitete onun pulunu verin, qoy getsin oxusun. Bu sizin en böyük kapitalınız ve cehizinizdir. Əslində çox üzr Cehiz istəyirəm. vermək, gənc ailələrə dəstək olmaq Çox deməkdir. üzr istəyirəm, bir şey deyəcəm. Biyaqlarım Ramal bəydir, bilmirəm Zahir bəydir, üzr istəyirəm çox-çox. Yəni onlar o həddə deyirlər ki, öz ailələrini qursunlar, evlərini qursunlar, cehizlərini qursunlar. Bəli, bir mənalı şəkildə əgər valideyn cehiz, ev, maşını hələ qoyaq ən sona, o şeyləri övladı, gəncləri təmin etməsələr, valideynin də uşaq üçün, övlad üçün üzərində vəzifəsi aşağı inir. Onun da məsuliyyəti ki, özü bilər, işləməyim, yaratmayım, baxın, işləməyim, yaratmayım, özü geçsin, eləsin, bütün elə deyil. həyatda olan motivasiyasını məhv edirsiniz. Və ona görə də bizim çox gənclərimiz kariyer eləyə bilmir, böyük işlər görə bilmir, Facebook yarada bilmir, kosmosa raket ixtira eləyə bilmir. Bəzi övladlara Facebook yaratmaya ehtiyac yoxdur. Facebook yaratsa onun içindən qərq olacaq, məhv olacaq, ailə dəyəri də girəcək. Bahalı telefon var, ailə dəyəri də onun içində girəcək, sizin bahalı telefonunuz, girəcək. sizinlə Ramal bəyin gəldiyi çift maşınlı deyiləm. Bəli, mən sizə razıyam, elm vermək, çox razıyam, bütün övladlara elm. Amma bəzi insanlar, övladlar var ki, oxuya bilmirlər. Oxuya bilmir, əlinə sənət vermək, onların maşın ustası, digər işlər görmək lazımdır. Amma o demək deyil ki, mən o şəraiti qurmayayım. Mən valideyn olaraq öz məsuliyyətimi də itirirəm.